Nicat bəy, Analytics nədir və bu ideya necə yarandı? Analytics sadəcə bir şirkət deyil, bu bir inamdır. Biz datanın, süni intellektin və texnologiyanın insanların, bizneslərin və hətta dövlətlərin həyatını necə dəyişə biləcəyindən anladıq. Bu ideya mənim uzun illər data, təhlil və təhsil sahəsində qazandığım təcrübənin nəticəsidir. Uzun illərdən sonra anladım ki, Azərbaycanda bu sahəyə peşəkar və yerli yanaşmaya ehtiyac var. Analytics məhz bu boşluğu doldurmaq üçün təsis edilir. Niyə məhz Analytics? Analytics. Bu adda iki fikir birləşir. Analiz və texnologiya. Bizim məqsədimiz sadəcə data toplamaq deyil, onu mənalı, istifadəyə yararlı və vizyonun yaradan hala gətirməkdir. Analytics həm də dəyişiklik deməkdir. Yəni Analytics gələcəyə yönəlmiş bir təşəbbüsdür. Tamamilə doğrudur. Bizim şüarımız da elə məhz budur. Data ilə vizyonun birləşdiyi yer.